Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Anonim. Biz bütün kənd əhli səs və küydən bərk bezmişik. Ne var sana? Heç nə elə. Mən də səni axtardım. Yaxşı gəldin, gəl əyləş. Doğrudan. Ha. Əlbəttə, mənim hal-hazırda böyüyümə böyük ehtiyacım var. Böyük məsləhətinə mənim ehtiyacım var. Məsləhətə ehtiyacım var. Bəli, bəli. Axır ki, bu evdə mənim məsləhətimə ehtiyacı olan oldu. Əlbəttə. Eşidirəm, deyəcəm, nə olub? İclas var. Ha, yox, sənsiz iclas olar heç. Onun sözündə bir balaca maşenliklik var. Ha, elə şey olar, elə şey olar. Mən safam, mən təmizəm. Ne olmur qardaş deyilik. Məndən keçib də. İndi qulaq as. De görək. Gör nə demək istəyirəm. Bu Nəcib var. Nəcib də. O dükkanın qabağında pis olmayan səslə qışqıra oxuyub hamımızı biabır eləyir. O dükkanın qabağında tutub damlaya gətirmişəm evə ki, ayıb da. İndi qardaşımdır deyə xətrinə dəymək istəmirəm. Siz böyük qardaşlarsınız da. Onsuz da tənbih eləyin, danışın, danlayın ki, belə olmaz, ayıbdır. Sən ara baxsan ha. Mən də indi eşitdim də. Nəzarət elədi. Deyirəm ha, biabır olmuşuq biz kənddə. Dəzgin yetişib ki ya. O ağız büzəndir. Nə deyirsiniz? Dadı yoxdur ki bunun. Dolma, yarpaq dolması. Pişməyib ki bu. Şarabını. Bəh. Gazın üstündə. Buna biraz sarı kök de vurum. Püre. Evet, bu nerede? Ben olmasam bu evde tatlı yemeği olmayacak. Sarı kök. İstiyat. Duz, esas duzdur. Duz. Qorxuram dadından doya bilməyəsiniz. Ha kız, bu dolma senin şah eserindir de. Öz əlimdən 2 cür sizə yemək pişirmişəm. Deyirəm, Nəmişin pişirdiyi də püre onun kral əsəridir də. Hə, yanında kotlet. Bu dadına baxaq. Yiyin də yiyin. Heç yəni idmanda da, kulinariyada da hər zaman gənclərin önünə açmaq lazımdır. Ya dadına baxım indi. Dadlıdır. Tatlıdır nə bu?
Dolmadan yiyin, ağzınız dada gəlsin. Yiyin, yiyin. Bunun dadı belə olmamalıydı axı. Ay gözlü. Bu deyirəm bir dolmanın da dadına baxaq. Dadıdır. Bunu da bir nəfəsə udmaq olmur. Nə bil? Acıydın axı, mənim yeməyimdən ye. Yaxşı. Ay gözlü, sən bunu pişirəndə duzuna baxmışdın. Hardan baxsın, adam gərək özü bişirsin ki, baxsın da. O yeməyin qabları var, çöz zibil qutusuna da atmamısan ki, bilinməsin ki, hazır almısan. Qızlar, görün nə deyirəm. Gedin internetdə yemək pişirirlər. Ona baxın, yemək pişirməyi öyrənin. Sonra bir-birinizə kömək edin. Hər gün pişirin. Götür. Oradan mənə şirin çay ver. Daha elə ki də bu duzla pesol qarışdırma ha. Nə qatıq, qatıq. Zəhərlənərik də bir də. Zəhərlənər. Duzdan adam zəhərlənir. Haydi ata. Meyvelərdə üç meyvə var, üçü də balam yeməli. Meyvelərdə üç meyvə var, üçü də balam yeməli. Biri alma, biri heyva, biri nar. Biri alma, biri heyva, biri nar. Alma ucuz, heyvada ucuz, nar havayı, bala havayı. Alma ucuz, heyvada ucuz, nar havayı, bala havayı. Gəl alında, qardaş, gəl bir meyvə alı. Gəl meyvə al apar. Bibi, ay bibi, hara geysən? Gəl meyvə götür. Müşəbba, tələbə dərəncəsini alma verəsin də. Al yerli mal alsın, xeyir, razıyacaqsın. Vətəndaş saxla, oxumağı saxla bir dəqiqə. Söz demək istəyirsiniz, müəllim? Hala bura toyzaq dör saxla bir görüm. Sizin barənizdə bizim idarəmizə çoxlu şikayətlər gəlir. Kənd cəmaatını narahat edirsiniz. Ona görə də xahiş edirəm bizim idarəyə buyurun. Müəllim, nə idarəmə? Orada hər şey aydınlaşdıracaqlar, buyurun mənimlə gedək. Sənətkar adamım, değil mi? Əbi yox, nə olar sənətkarsız. Toyda da örsən, hə? Gəlin, gəlin. Günün gün ortasağı evdə nə gəzirsiniz? Niyə bir işlə məşğul olmursunuz? Sənnəndir. Kişi, bunlara sən söz demeyin. Bunlara işləyən kimi qarınlarına sancı dolur. Nəbi? Fermaya nəyə gəlmirsən? Hələ bu boyda kənddə bir nəfərdən eşitməmişəm ki, kimsə desin ki, Nəbi gəlib bizim heyvanımızı sağaldıb. Səndən baytar olmaz. Qızdan başı qarışıq idi. Dedim çay mən gətirim. Fikir ver, iş görməmək üçün hərəsi bir bəhanə tapır. Belə olmalıdır da. Nətər olmalıdır ki? Evin qızı kişi görəndə, evin kişisi də belə iş görməlidir da. Ayıq deyil sən üçün. Mən sən böyük qardaşınam, o nə sözlər mənə deyirsən? Dayan bir dəqiqə, sən gəlin dayan. Ay can qızım, necə? Apardılar, şikayət olub. Narahat olma, özüm həll eləyərəm. Nə olub? Nəcib konsertdən sonra TikToka düşmək istəyib, düşüb polisə. Deyirəm, gedək qəhrəmanımızı gətirək, ondan sonra sizlərlə söhbət eləyərəm. Ağsaqqal, ata sən otur. Sən otur çay iç. Mən özüm yeyib gətirərəm. Narahat ol.
Gözə mən də gələm sən tək et. Gəl dalımca, gəl. Sənlə mən sonra danışacağam. say Dayan. Dayan, mən səndən sonra danışacağam. Otur aşağı. Otururam da atan edirəm ki. 100 dəfə dedim ki, Nəcib burada oxuma. Dedim, demədim. Dedin. Dərs olar da qələt eləyib bir də buralarda oxumaz. Heç nə olmaz, narahat olma. Yorulmuşam, Güllü. Bax, evin bir problemi, dükkanın bir problemi. Elə bil hamısı bəhsə-bəhsə durub, bütün problemlər bir göbələyə kimi çıxır ortaya. Bilirsən də bu məsələlərdən necə qutara bilərsən. Ax gəlinliklə. Ay qız, bəsdir də. Nə oldu, bəs dünən deyir, getmə? Dünəndə qaldı. Bugün fikirlərimi dəyişmişəm. Düzdür, sən bu zəhərliliyin anal olmayacaq, amma yoxlayarım. Ay Güllü, mən bu dəqiqə nə ər hayındayam, nə gəlinlik hayındayam. Az bəsdir də, boynun qırıldı boylanmaqdan. Bax, sən nə bilirsən, eşq nədir? Bilmirsən, qoy çay dəmləyim, çay içəşət danışaq, mən sənə eşqdən danışım. Mən çay hayındayam. Tok buradan taxılırsınız. Aşağıda. Nə oldu? Güllü, yaxşısan? Yaxşıyam. Tok vurdu? Hə, yüngül. Çay qaldı. Gedək bəlkə Xəzərdə çay olar. Səni boğaram. Eşqdən Tok öldürmədi Güllü, mən öldürərəm səni, yaxşı? Allah, ürəyim əsdiyi. Qorxma, heç nə yoxdur, işıqdır da atdı. Xəzərə çağıraq kömək eləsin, bəlkə işıqdan anlayışım var. Harda qaldı bunlar? Keçirmə. Keç. Buna bir nəfəs onunla bax. Güya bu zordur da. Mahnı oxuyub tutulmusan da sən. Bizim aləmdə ata müqəddəsdir. Ata böyükdür, ata baş tacıdır. Böyüyün əlini öpərlər. Papanyatam, hamımızın borcu böyüyə hörmət eləməkdir. İçəridə az olsam da, Mışleniyamda böyük diviziyoniyalar oldu. Qərarı aldım ki, bundan sonra ancaq Platno mahnılar oxuyum. Necə deyərlər, siz hepiniz Nəcib tək. Geç otur ha. Geç otur bura. Duruşuna bakma. Geç. Bir nəfəs onunla. Ha düdük. Oturma sen buraya gel görüm. Böyle gəl deyir, gəl də kişi çağırır da. Ya utanmırsan ha, qonşuların adına şikayət ərizəsi yazıb qol çəkirsən. O uşaqdan nə istəyirsən o məhəlləyə təzə gələndən? Ayıbdır oraya sənin üçün. Hə? Cavab ver də kişiyə. Yox, mən başa düşmədim. Necə yəni? Elə bir qardaşımız 4-dən biri atıb karobkanı dağıdıb. Yenə başa düşmədim mən. Nə deyərsən sən saçma? O düz eləmir da ata. Düz eləmir da. Hələ bunu mən danlamışam ki, oxuma. Neyse, yetene yetir, yetmeyene daş atır. Qulaq as gör nə deyirəm. Bundan sonra mənim icazəm olmadan evdən çölə bir addım da qoymursan. Başa düşdün? Çölə çıxmasan bəs bacımıza kim nəzarət eləyəcək? 7 qardaşıq, növbə ilə nəzarət eləyərik, nə var ki? Nəzarət eləyənlərə bax ha. Sizin nəzarətiniz də lazımdır. Sizə söz deyirəm. Bundan sonra kim işləməsə ona pəpə yoxdur. Görüm kim nə bazarır. Dur dağılışın ha buradan. Durun! Sen otur, sen otur. Dur ne? Yaxşı da. Rezil oldu. Dur ya buradan. Gedirik də, nə olur? Sənlə mən sonra danışacam, çıx. Get balaca dibələk. Düz otur sen de. Sana demişəm ki nəzarəti əldən vermə. Az ölürəm. Bu qədər işləmək olar. Elə bir restorandır. Biri gəlir, biri gedir. Sifarişim. Biri gəlir, biri gedir. Biri gəlir, biri gedir. Ay qız, restoran yox, elə bir oteldir. Arxalarından tökürlər, mən də arxalarından yığışdıra gedirəm. Da canım çıxdı. Ölürəm. Day, sən də yaxşısan. Artistə qoyma özünü. Yaxşısan. Dur, işə davam. Nətər yaxşısan? Budur yaxşı. Stop. 1 minut. Mən bugündən istefa verirəm bacım. İstefa verirəm, gedib uzanacam. Deyəcəm ölürəm, xəstəyəm. Tapdın mı, hə? Başa düşmədim. Nəyi? Robotam mən, elə mən işləməliyəm. Sən xəstəsən, mən səndən də xəstəyəm. Yox da bacı qurban, indi elə olmur. Elə bir ikimiz də eyni vaxt xəstə olsaq, biləcəklər ki, yalan deyirik. Qoy mən xəstə olum, sonra sən xəstə olarsan. Ay, Hə, qız. ay Yaşar. Can Yaşar. Eşidirsən məni? Mən daha sənə kömək zad eləyə bilməyəcəm. Çünki Əhməd kişinin beyni çölüb mənə deyir ki, ged işə. Yaşar. Yaşar, mən ölürəm. Yaşar, bax,
Bax əllərim əsir, Yaşar, Dilbər sənə əmanət, Yaşar, Dilbər sənə əmanət. Deyərsən ki, anası onu çox istəyirdi, ay Yaşar. Mən ölürəm. Ay qız, Ölürəm, hə. deyirəm ki, işə getməliyəm. Əgər işə getməsəm, vəssalam, elə bil ki, məni qoyacaqlar, danqırata qaldıracaqlar, bütün orqanlarım qalacaq çöldə, onda gərək biz bu evdən köçək gedək. What did you say? What? Sənin halalca arvadın burada ölür, Yaşar. Sən deyirsən işə gedib. Ay, xeyri yoxdur, getməliyəm, vəssalam, şu tamam. Nətər xeyri yoxdur? Bax, Yaşar. Bax, sən deyinən ki, Əhməd əmiyəm. Deyinən ki, bax, şəkər xəstədir, mən şəkərə qulluq eləyirəm. Hədə sən sağlığın. O da görəcək sən mənə qulluq eləyirsən, həm də göz önündə olarsan evdə. Özünü işgüzar kimi gözünə soxarsan, deyəcək, Yaşardan yoxdur. Yaşardan yoxdur, arvadı xəstədir, ona baxır. İş görürsən, Yaşar, nə fərqi var? Ay, Yaşar. Ay, Yaşar, başım. Ay, bu təzyiq məni öldürür, ay. Ay qız, dəs, şəkər. İkimiz ye, heç kim yoxdur. Düzgün oynaya da bilmirsən, dur ayağa. Ölürəm mən. Bu qız mənim başıma bəladır da. Bu qız da. Min dəfə demişəm, Nazlı. Filan şey filan yerə qoy. Burada da yoxdur sən. Harda deyib bu xalatım mən. Sən harda? Nəmiş, bəlkə sən bilərsən, xalatım hardadır mən? Nəbiş, mən çox pisəm. Ay Nəmiş, mən şeyə getməliyəm, fermaya getməliyəm. Camaatın inəyi orada ölür, Gedim sağaldım da onu. Nəbiş, sən deyirəm ki, mən xəstəyəm, mən yaxşı deyiləm, sən mənim ərimsən, sən mənim yanımda qalmalısan, mənə dəstək olmalısan, sən də deyirsən ki, mən gedirəm. Niyə xəstələrsən? Sənə gələn mənə gəlsin. Mən səni başa düşürəm. Mən də işləməliyəm axı. Mən də camaata söz vermişəm, fermaya getməliyəm. Bax, suyun var, yeməyin var, başqa nəyin çatmır? Heyvanam mən. Yox, mən onu da demədim, Nəmiş. Yox, can, mən sənə onu da demədim. Sən mənim pişiyimsən. Sən mənim hər şeyimsən. Qulaq as, bax, mən də işləməliyəm də. Bax, sonra Nəbişdən pul istəyirsən. Bax, kosmetikun lazımdır. Sən ona getməlisən. Düz demirəm, Nəmiş. Nəbi, Aycan. sən də mənim üçün ancaq bir yerə gedə bilərsən. İndi get. Get də deyirəm. Sayıram ha. 1, 2... Getdim. Vallahi deyirəm, gəl sən mənə qulaq as. Camaat mənim məsləhətimə qulaq asır, sən məni. Yaxşı, de görüm Güllü, de. Nə deyirsən? Uzaq görən bir insan kimi deyirəm ki, gəl köməyə, kör oğlunu çağıraq. Güllü, həqiqətən dedim ki, bəlkə bu dəfə ağıllı bir söz deyirsən. Maraqlıdır, səncən Köroğlu kimdir? Rəhimdil, zəhimli, yeri gələndə ürəyi yumuşaq, amma möhkəm Xəzərim. Xəzərim. Güllü, Xəzərin ayağı bu dükana dəysə, sən bilirsən də nə olar? Nə boyda qırğın düşər qardaşlarım eləyər, hə? Ay qız, sən olsa da qardaşlarım bura ilki milçək girsə də söz-söhbət eləyir. Heç belə fikirləşməyə yer yoxdur? Yoxdur da deyirəm. Ne olursa burada? Buraları təmizləyirdik də, dedi, elə biraz yer yığış eləyək. Bəs işə niyə getməmisiniz? Bayaq sizə nə dedim? Ata, sözün düzü biraz utanıram sənə deməyə, yəni ki, onu bilmirəm, necə deyim. Yəni, elə deyim ki, yaxşı çıxsın da, yəni. Mənim zövcəm xəstələnib, dedim, heç olmasa qalım evdə kömək eləyim ona ev işlərində. Zövcəsi xəstələnib. Bəs sən niyə getməmsən ha? Papa, məndə də eyni vəziyyətdir də. Nəmiş elə bil ki, üstüvə sağlıq xəstələnib. Nə olub ha? O nə danışıq da kişinin yanında danışırsan? Utanmırsan, ayıb deyil hə? Nə dedim ki, mən? Nətər nədir, nəmişdə də hə? Bir mərfədin qalacağı nə olsun? Qışqırma üstümə. Yaxşı. Nətər oldu ha bu? İkimizin də zövcəsi eyni vaxtda xəstələndi. Ay ata, bu dərd gələndə siqnal vermir ki, gəlirəm. Yəni dərddir də, düşdü canlarına, neyniyim?
Həm də qadındılar da baba. Dəstək oldu da. Pis iş görmədik ki, düz demirəm. Yaxşı edirsiz. Allah şəfalarını versin. Və qadınlar dincəlsiz, siz də ev işləri görün. Bekar dayanmayın ha. Narahat olma. Və gedib görüm, o biri avaralar nə işlə məşğuldur. Hə, yaxşı. Alo. Hə, işdirəm. Ceylan xəstələnib? Hə, yaxşı, gəlirəm. Yaşar, nə olar? Mən bir dənə təcili gedim də, Ceylan xəstələnib. Hara atırsan, o? Ceyran kimdə? Nərmin qulağından uzaq. Sən qanını içəcək. Ceyran kimdə? Ceylan inəkdir də. Nə deyirəm, nədir? Kimdir Ceyran? Heç ara gedib eləmirsən. Bu qədər işin hamısını mən tək görməyəcəm. Başa düşürsən? Səhərdən də heç də yeməmişəm, dilimə bir şey dəyməyib. Qurtardım, yığışdı. Gör mən nəsə yemişəm ki, qardaşım nəsə köməklik elə də mən, nə olar, pakırvat elə də. Abi cəmaata söz vermişim, oradan pul almalıyam. Nə olsa görəcəkdə yarba-yarı. Onda get vaxtında get ki, sən gəzişmə, tez ol. Doğrudan deyirsən, get. Ay, getdin arada hamısını mən eləyəcəm, narahat olma. Yaşar, amma nəmiş bilməsin ha, yaxşı. Narahat olma da get. Hatta Ceyran öldü orada, get. Yaxşı, gedirəm. Tez ol. Get. Arvad, işi də çətin imiş. Oy Allah. Ay Xəzər, deyirəm bu Nazlı var ya, çox mərifətli qızdır. Bayaq əlləri dolu zəmbillə gəlirdi. Tez qaçdı qabağıma, zəmbilləri əlimdən aldı, kömək elədi mənə. Sağ olsun. O kömək elədi elə mənə. Bəs mən sənə deməmişəm, amma nə salmağa gedəndə mənə xəbər elə. Sən niyə əziyyət çəkirsən axı? Hə? Yaxşı. Ay cəmaət baxır, yaxşı baxsın da neyim? Gedim dincəlim. Sənin sözümə qulaq asırım. Öpürəm gözlərindən. Ağlamsın. Bir yerdə dayanmır da. Salam. Aleykum salam Güllü. Necəsən? Yaxşıyam, sən necəsən? Heç belə yaxşı olmamışdım. Sən elektrik işindən başın çıxır? Çox yox, amma biraz hə, nə olub, xeyir olsun. Nazlı girin dükanlarının elektrikləri gedib. Mallar da soyuducuda olur, onlar da xarab ola bilər. Dedim, əgər sənin başın çıxsaydı, kömək eləyərdin. Problem yoxdur. Alətləri götürüm, gəlirəm, yaxşı? Mən gözləyirəm. Sən get, gəlirəm. Bilirsiniz sizi bura niyə yığmışam? Həyat nə gündədir? Şimdi soruşacağım, niyə bu gündədir? Oraya ham uzatacaqsınız bir-birinizin üstünə. Buna baxın, yatıb ayaq üstə. Hey, ayıl! Yoxuşu ki budur, göy var. İşləyir, maşallah. Ata, nə olar bizi indi işlətmə də. Halım da yoxdur, acından da ölürəm, yuxum da var. Eləsin hər sözdə razılaşdığıma görə həyat bu gündədir də. Həyat, hə. Bax da, yeyib yatırsan, bax onlara da. Ata, Zəfər onsuz da ekonom eləyək deyə bizi acından qırır. Mən sənətkar adamam, mənim gərək ruhum azad olar. Heç nədən asılı olmuyor. Sənətçi, sənin səsinin zibilinə cəlmə ödəmişik. Bəs də eləz nə? Bilirsin nə var? Yarım saata bu həyat tərtəmiz olmalıdır. Tərtəmiz. Sizə dayanmaq qaraşmır. Hərəkətə keçmək lazımdır ki, beyinə oksigen geçsin. Nəzarət elə. Oldu ata, narahat olma. Ha, eşitdiniz də, ağsaqqal nə deyir? Hərəviz bir işin ucundan yapışın. Nanəcib, hala, davam elə. Qızım, mən elə bu boydayım, mən nətər işləyim. Ay işimi gör. Mən yatım. Nərdivanı götür ha, yatım nədir? Tez elə. Tez elə. Ağaçdan dibin. Sən də gel işlə də. Yox, ata, qulaq as. İcazə ver. Mən bir dənə gedim dükana Nazlıya baş çəkeyim, sonra qayıdım gəlim də. Olar? Get də. Gedirəm, amma ayaqqabılarımı dəyişim sonra gedim. Boş dayanmaq olmaz. İşləmək lazımdır, işləmək. Onu bir nəfər apara bilirdi da deyəsən. Sən də biraz tez oldu, indi gəlib görəcəklər. Ay qız, həyətdədirlər, heç kim gələsi deyil. Oh my gosh, acından ölürəm, inanırsan. Amma öz aramızdır. Nazlının yeməklərindən ötürü darıxmışam, nə yalan deyil. Ay qız, bugün bayramdır. Yaxşı danış, yaxşı olsun. Oh my gosh.
Şekerim düşür. Biraz cəldu xahiş edirəm. Şəkər. Gəl ola danışız ananca. Ne yaxşı. Sağalmışsın ha? Nə sağalmaq? Alo. Siz gəlmirsiniz? Bəs mən bayaqdan gözləyirəm axı. Yaxşı, gəlməmişdən əvvəl heç olmasa xəbər eləyin də. Aha. Usta Xəzər gəldi. Yəqin ki, kömək eləməyə gəlmisən, Xəzər, amma həqiqətən ehtiyac yoxdur, çox sağ ol. Bu yekə xanalıqla hara qədər gedəcəksən? Yox, ehtiyacımız var, problemimiz buradadır. Hə? Nə oldu? Nədən sonra belə oldu? Toka taxırdım çayniki, ışıqlar atdı. Hə, yəqin qısa qapanma oldu da. Yəqin. Baxmayın, rəqib dükanlardayıq. Mənlik nə vaxt nə lazım olsa, həmişə kömək eləməyə hazıram. Həm də bu arada əl-ələ verib iş görsək, biznesimiz daha uğurlu olur. İşıq şitardadır burada. İçəridə. Həll edib gəldim. Əl-ələ vermək məsələsində narahat olma. Mən sənə vəzifə, həmin vəzifəni yerinə yetirəcəm. Sən qardaşlarına görə getsin. Sən Allah yerinə yetir, yaxşı? Necə adamsan, sən Güllü? Top vurmaz. İnşallah vurar. Xəzər çox əziyyət çəkməyə, onsuz da usta çağırmışam. Ustalıq nə var, özüm əllə elədim. Çox sağ ol, ay Xəzər. İndi buralar pis gündədir. Biraz yığışdırmaq lazımdır. İstəyirsən sən get. Sən niyə mənim tez getməyimi istəyirsən, Nazlı? Oxumaqla deyil ki, aslında aşığını bilmirsiniz. Hə, bu arada Güllü xahiş elər deyə gəldim, ha. Amma belə nə vaxt nə lazım olsa, yenə əlimdən gələni eləməyə hazıram. Çox sağ ol. Rəqib kimi yox, ha. Dost kimi. Əl-ələ, ələlik. Sən məni işə salacaqsan, necə adamsan? Bayaqdan atam zəng edir, cavab verə Bir mən bilmirəm. danışım. Hə, danış. Denən Güllü həll elədim. Hə, ta. Eşitmirdim bayaqdan ona görə. Hə, həll elədi, Narahat olma dayı. Yaşar, ayıb olsun sənə. Ay dədə, onlar sənin üzü yumuşaqlığından istifadə edir. Bir ayıl da kişi. Mən elə danışırsın ki, mən gör nə pis iş görmüşəm. Mən ağzımda deyirəm də, mənim zövcəm xəstə idi də. Mən nətər edim, mən onu qoyum, çıxım gedim işə, bəs mən vicdanım hara getsin? Zövcün xəstə idi, hə? Hə. Nərmin, Şəkər, gəlin Nərmira gəlin. Bəli. Bəli. Özü necə istəyirsiniz? Populyar şəxsən mən çox əla. Əla. Bəs sən necə hiss edirsən? Yaşar dedi ki, mənim zövcəm xəstədir. Yox, nə olub ki mənə? Şükürlər olsun. Allah uzaq eləsin. Amma indi yox. Biraz nasaz idim, amma indi yaxşıyam. Biraz nasaz idim. Görsən, ayətə, hamısı bilsən nədir? Mənim o saflığımdan deyə mən gəlib bu vəziyyətlərə düşürəm də. Sən də heyva yeməyə vaxt tapmadın, çal heyva. Hə, deyirəm də, mənim də zövcəm xəstə idi, mən biraz kömək elədim, bu evləri zadı yığışdırdım, sonra gördüm daha gecdir də, bundan sonra işə getməyə nə mənası var ki? Sizə görə eləmişəm də mən bunları da. Yoxsa, bəs nə var da? Getdi Ceyran yanına. Ceyran kimdir? Hal-hazırda Bakı kəndlərinin birində dükan və kafelləri çəkməyə gəlmişəm. Mal təmizliyə bir baxın.
Xarici turistlər bu mənzərəni görüb nə deyər? Bura baxın. Nə deyəcəklər hə? O zibil kloku çoxdan atılmışdı. Sən onu hardan tapmısan? Sən onu demə nə? Ay qardaş, düz başa düşmədiniz. Mən həmişə buranı təmiz saxlayıram. Bax, ay Gülü nə? Ay, nə təmiz saxlayıram. Sən qarnının ağrısın deyə mənə. Sənə nə lazımdır? Yanda, ay qardaş, bir zəhmət olmasa telefonu qoyun kənara, bir oturun, bir çay için. Nə danışırsınız? Rüşvət təklif edirlər. Ay, sən Eşidirsiniz, telefonu. ay camaat. Sən telefonu bizi çəkirsən, gəl bura. Ay qardaş, söndürün. Ay Allah. O telefonu ver bura mənə. Ay qardaş, bir dəqiqə söz başa düşmürsünüz. Normal insan kimi deyirəm. Ay Allah. Qardaş, Baxın. Yaxın gəlməyin, çəkirəm. ay qardaş, deyirəm ki, normal insan. Mən bunu öldürərəm. Ay Allah. Gəl otur burada. Gəlin oturun, Gəl normal oturun. söhbət eləyək. Baxın ay camaat, natəmizliyə baxın. Bu kimliyə belə? Gəl otur. Gəlin oturun. Əlim sənə dəyməmiş, gəl otur. Biz eləməmişik, bu natəmizliyi biz eləməmişik. Nə günüsün, Özcan? Nəbi? İçmisən, Nəbi? Ayşe Ceyrana görə oldu. Ay, necə oldu? Sənin ol Ceyrana görə oldu. Yavaş camaat. Yaxşı eləyirəm. Acaba oturur. Ha, Ay, nə qədər vurmusan dimdiyin əyli bir. ağzım quruyub. Dədəm gəlib. Nə gündür də bu? Ağzım quruyub. Qoyulsun yerində. Hamiləyəm. Ay, nə gizliyirsən? Bunu vuraram üstün. Nəbi gəldi, Nəbi. Sən? Ha? Nərin Ceyran kimdir? Nərin bazı. Qulaq as. O Səndən Ceyran. can. Əbi, çil görüm. Səndən can bir şey olmasın, işçilidir, bilmir nə danışır. İşdirsən 6 nömrə. İndi şapalaq sənə deyəcək. Çəkil gözüm qabağından. Mən vurulan yaşım deyil. Həll elə. Hə? Cavab ver mənə. Nə var? Kimdir? Kimdir Ceyran? O Ceyrana görə bağla düşmüşəm də mən. Vacav! Vay, yox. Nə deyəcəksən? Deməli sən Ceyran ad günündeydin hə? Orada içmisən hə Nəbi? Oh Ceyran bir dənə gözləri var idi. Bir dənə gözləri var idi. Qardaşım Ceyrana görə Sən- ailəsini dağıdır. Bilirsin o kimin balasıdır? Kimin? Bilirsən kimin balasıdır? Kimin? Kimdir ha bu? Yaxşı dədəm. Kim olduğunu Gül yanağım. Anası Sən o, qardaş ya. olub. Sənə. Bəri gəl. Qulaq as gör nə deyirəm. Ceyran Gülyanaq nənənin inəyinin adıdır. Ceyran! Ad-günün! Deməli Ceyranın Nəzir? gözlərinə vurulur. Qaç Gülyanaq nənəgilə, öyrən gör nəbiyə nə olub tez. Bəlkə elə inəyin özü ilə danışım da. Cəhənnəm ol buradan. Mübarək! Məni nəyə dəyişdi? Gördün baba, məni nəyə dəyişdi? Ad-günün mübarək! Ceyranım ay Ceyranım, küsmə məndən ay Ceyranım. Ceyranım eləyəcəm hangi səni mən? Ay Yaşar, ay Dilbərimin atası, ay evimin dirəyi. Mən istəyər eləmədim. Mən nə bilim, gördüm atan gəlir, da çatdırıb mən xəstə vəziyyətinə düşə bilmədim. Neyniyim? İncimədən nə olar? Qoy ayılsın, qoy ayılsın. Gör mən onu neynirəm. Başqa cür danışacağam ondan. Bütün əsəbləşdim. Alo, tez də işim var əlimdə. Nə bloger? Oğlandır? Yaxşı, yaxşı. Ay qız Nazlının dükanına bloger gəlib aləm dəyib bir-birinə. Özü də oğlandır. Yaxşıdır ki, bu yaxşı xəbərdir. Bir-iki dənə də belə şey olsa Nazlı qayıdar evə. Nəbi? Daha yağış da yağır, soyuq olacaq, çəkil evə. Buraya uyanmır. Mas, elə bil ki. Mansda da şapalaq qoyacaq qulağımı dilinə. Nökəmsə nədir mansda? Musiqisi dilində qaqa. Deyirəm elə bil. Nəbi qaqam meşədə heyvanlara iclas keçir. Bəlkə mane olmayaq işində olsun. Bu ki də pisləşir. Bəlkə bunu oyadaq. Oyada bilirsən oyat. Malın dozasını özünə vurub, hamı uyanır. Amma məncə Nəcib bunun qulağının dibində mahnı oxusa oyanar. Oxuymayıb, prosta nə oxuyub? O təzə diskindən qudurmanı var, bilmir. 2 dənə mahnım var, ikisindən birini oxu getsinlər. Məsələn, xanım İskəndərdən oxusam olar. Nə istərsən oxu. Oxu da. Tək oyansın. Qardaş, başımın tacı qardaş, qardaş. İnəyin dozası qardaş, qardaş. Oyan ay nəbi qardaş.
Saxla. O hələ özünə gəlməyib. Narkozun dozası çox olur, kişi. Nətər çox olur ki, inək bundan arıqdır. Əhməd əmi. Nəbi necədir? Əhməd əmi, var sizə bir dəqiqə söz deməliyik. Hə. Aynen. Nəbi. Yemək də o deyil, yeməyin dadı da o deyil. Yəni bu nədir də, yəni aşpazın aşpaz olmadığı, yəni bilinir də sırasında, yəni hələ görüntüsünə bir baxın, yəni adam yemək istəmir heç. Hə, ona Yəni görə bu- dibini sıyırmısan, hə? Düsürüş buradan. Düsürüş. Yəni bu rəftarlarına baxın, yəni özləri dəvət ediblər, mənlə Ay rəftarlarına qardaş, baxın. söz danışdıq axı. Yeri deyil Yəni- onu. Yediz nuş olsun. O telefonu Yaxşıdır, yaxşı. Rəftarlarına baxın mənlə. Yaxşı, indi biz Yeməklərin dadı yox. Yaxşı qardaş, indi biz sizə çay Sahibkarların verərik. bizlə rəftarı. Biz indi sizə bir çay verərik, oturub normal söhbət çay da edərik. içərsən, yaxşı? baxma, yanında şirniyyatla. Axşamınız xeyir. Axşamın xeyir. Axşamın xeyir. Qızlar, nəsə problem var? Hə, var deyə burada. Xəzər, heç bir problem yoxdur, narahat olma. Nə deyirəm, tək olmaz. İydə də, bir kimi problem var burada. Xəzər də. Nuş olsun, nuş olsun. Qardaş, nuş olsun. Dambaş. Yəni o deyil də. Deməli Əhməd papa, biz sən niyə bura çağırmışıq? Sizlə vacib söhbətimiz var. Məsələ Nazlıdır. Qardaşlarının yanında demədi ki, yenə indi aləm gedərlər, qatarlar bir-birinə, aləm dəyər bir-birinə də, lazım deyil. Nə olub ki Nazlıya? Bilirsən Əhməd əmi, o gün mənə zəng gəlmişdi. O gün deyəndə ümumiyyətlə neçə günə yaman zəng gəlir. Deyirlər ki, sizin bu dükanın qabağından oğlanlar yığışmır. Biri gedir, biri gəlir, biri gedir, biri gəlir. Həm də Nazlı iynəsini, kənd yeridir də. Bax, qız uşağının nə işi var tək dükan işlədir. Hamısı onun zibilləridir də, papçıqa. Qələt eləyər kimsə mənim qızım haqqında bir söz deyər. O heç Əhməd əmi, kimin nə həddinə, bütün kənd uşağından tutmuş böyüyünə hamı səni tanıyır. Bilir Əhməd kişi kimdir, Əhməd kişinin 7 oğlu kimdir, onun qızı kimdir. Kimin nə həddinə sənin qızına güldən ağır söz desin. Amma bu kənddən ibarət deyil axı. Kənardan gələnlər də var da. İndi ağız torba deyir ki, tutub büzəsən, neyniyəsən, nə iş görəsən. Bax elə böyük bir bloger gəlib, özdə oğlan. İndi biz nə bilək ki, o nə çəkəcək, nə göstərəcək, nə verəcək, nə deyəcək bizim haqqımızda. Hələ bugün bilirsiniz nə olub papçıqa. Deməli dükanda işıqlar sönüb. Bu dükan, o birisi dükandakı oğlan yoxdur. Gəlib dükanın işıqlarını düzəltməyə. Bax bu kənd cəmaatı görsə, deməzmi ki, bu qızın vay divarı 7 dənə qardaşı var. Bax cəmaat nə deyər? Cəmaatın oğlu niyə gəlsin bax bizim işığı düzəltsin? Çayın içində zibil, hər şey var. Görürsünüz, bu çay falan, yəni bayaqdan yediklərim haram oldu. Yemək, içmək, heç nə bir qəpiklik deyil. Ay qardaş, söz danışdıq axı. Niyə belə edirsiniz? Valla çayın içində zibil var idi, saxlayardın, içi zibil. göstərərdin də, niyə atırsan? Gül, yaxşı da. Ay qardaş, bir dəqiqə. Bayaqdan sizə normal davranıram. Nədir sizin dərdiniz, nədir probleminiz? Nədir qarnımın ağrısı? Görürəm başa düşmək istəmirsiniz. Aha. Bəlkə Nə? istəsiz razılaşıb. gözləşin, Bəlkə silə bilərəm yəni. Dostum, Xəzər. bax bayaqdan nə problem yaradırsan, hə? Heç nə problem yoxdur qardaş. Bax səni bayaqdan oradan izləyirəm. Axşam vaxtıdır, məni işə salma. Nə hoqqa Nə verirsən? olub ki qardaş? Heç bir şey yoxdur. Çıxart o videoları sil. Nə video qardaş? O videoları çıxart sil. Bax məni zibilə salma axşam. Video yoxdur. Nə video? Day. Çıxart o videoları sil! O qardaş sən nə edirsən? Çıxart o videoları sil deyirəm. Nə edirsən? Sil videonu! O nə video? Sil videonu! Ha, yaxşı, deyən görürsən, nə edirsən ha? Tez ol.
Şair xafa deyə cəmaatı. Sildim. Al. Rədd ol indi get buradan. Başımı oynatsam, kafemi bağlattıracağım səni. Bağlayarsan. Bağlattıracaq. Koroğlu deyə. Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr